Salam herkese, biz bugün sizinle kimya 7. sınıf birinci hissə 2.2 nüvə yükü və kütlələrini keçəcəyik və oradakı olan tapşırıqlara baxacağıq. Demək, öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın. Gəlin birinci sualımıza baxaq. Sxemdə X, Y və Z atomlarının proton və neytron sayları verilmişdir. Atomların nüvə yüklərini və kütlə ədədlərini müqayisə edin. Fikrinizi əsaslandırın. Bilirik ki, nüvə yükü proton sayına bərabərdir. Kütlə ədədi də proton və neytronun cəminə bərabərdir. Baxaq. Deməli, ilk öncə X-a baxaq. Gəlin kağıza yazaq. Deməli, ilk öncə nə deyir? X-a baxaq, yəni ilk öncə X yazaq. X, deməli, nüvə yükü, yəni proton sayı ilə fərqi yoxdur, yəni. Nüvə yükü, sonra isə kütlə də deyil, A bərabər olsa da ola bilər. Demək, kütlədə zaten ailəşər onu. Deməli, X-in deməli, proton sayı və neytron. Proton sayı verilib A, yəni nüvə yükü A-ya bərabərdir. Kütləyə dediksə, neytron sayı B, proton sayı verilibsə, A plus B-yə bərabər. Dedik axı, neytron və protonun cəminə bərabərdir. A plus B. Sonra X yazdıq, Y-ə keçək. Elə proton yaxşı nüvə yazaq. Nüvə yükü sonra bərabərdir, A bərabər. Deməli, Y-də nə verilib? Proton sayı olaraq A plus 1, yəni nüvə yükü A plus 1 olacaq. Bəs neytron sayı nə olacaq? Proton, yəni neytron sayı B plus 2-dir. Kütlə ədədini istəyirsə, proton və neytron sayının cəminə, yəni A plus 1 plus B plus 2. A plus 1 plus B plus 2, o da bərabərdir A plus B plus 3-ə. Deməli, burada kütlə ədədimiz olur. Z-də baxaq. Deməli, Z-in nüvə yükü və kütlə ədədi. Deməli, Z-də proton sayına A plus 2 verilib. Yəni, nüvə yükü A plus 2-yə bərabərdir. Neytron sayına verib Z-də B. O zaman proton və neytron cəmi A plus 2 plus B. A plus 2 plus B olacaq kütlədədir. Keçə öyrəndiklərinizi yoxlayın. Nə üçün atom elektroneytral hissəcikdir? Atomun elektroneytral olduğunu berilyum atomu atomun misalını izah edin. Baxın. Niyə elektroneytralda izah edək? Deməli, məsələn, burada berilyum atomunu yazsaq. Baxın, burada berilyum atom. Deməli, neçə protonumuz var? 4 protonumuz. Neytrona baxmırıq. 4 elektronumuz var da. Proton dediyi müsbət yükdür. Elektron da dediyi mənfi. Yəni, 4 müsbət və 4 mənfi var da. 4 müsbət və 4 mənfi varsa, bu zaman müsbət və mənfilər yəni ixtisar olunan kimi, yəni məsələn, riyazi misal həll etdikdə, bu zaman müsbət 4, mənfi 4 gördükdə ixtisar olunur da, düzdürmü? Bu zamanda 4 müsbət və 4 mənfi olduğu üçün, baxın, bu məsələn, protonla bu elektron gedir, bu protonla bu elektron, bu protonla bu elektron, bu protonla bu elektron gedir və neytron qalır. Neytronlar da sıfırdır da, yəni yükləri neytraldır. Ona görə də elektroneytral zərrəcik adlanır. Amma məsələn, berilyum müsbət 1, berilyum mənfi 2, berilyum mənfi 3 məsələn olsa, ionlar və kation və anionlar olmuş olur. Müsbət 1 kation, mənfi 3 anion, o gələn dərsimizdədir. Deməli, yəni elə olsa, o zaman elektroneytral hissəcik adlanmayacaq. Deməli, ona görə də elektroneytral hissəcik adlanır. 2-ə baxaq. Bor 5-11 və karbon 6-12 atomlarının proton və neytron saylarının müqayisəsi hansı hallarda düzgün verilmişdir? Gəlin baxaq. Deməli, proton və neytron. Deməli, protona baxırıq ilk öncə, bor və karbon. Deyir, bərabərdir, xeyr, karbonda daha çoxdur, səhv, yanlışdır. Deməli, deyir, borda daha çoxdur, xeyri, yanlışdır. Deyir, karbonda daha çoxdur, proton sayı, bəli. Sonra deyir, neytron sayı hər ikisinə bərabər, gəlin baxaq. 11-dən 5 çıxanda eləyir 6.
12-dən 6 çıxanda eləyir 6. Bəli. Deməli, hər ikisində neutron sayı eynidir. Sonra nə deyir? Karbonda daha çoxdur. Xeyr, yanlışdır. Deməli, cavabımız hansı olur? Bu da yanlışdır da. Bunu görün, baxmadıq. Deyir, borda daha çoxdur. Xeyr, neutron sayıları bərabər. Proton sayıları isə karbonda daha çoxdur. Cavabımız 3, 4. Sağ olun dostlar, hələlik. Kanalıma abunə olub like atmağı unutmayın.